Deməli, həmin ərazidə daha bir çəpərlənmə işi artıq həyata keçirilib. Qamışlıqdır, dövlətin balansında olan torpaq sahələridir. Bax, ucu belə tikanlı məftillərlə çəpərləyirlər. İndi bugün çəpər çəkirlər. Sabah başlayacaqlar, o yan tərəfdə gördüyün kadrda göstərə bilərik. Mişar daşlarını tökürlər, başlayırlar əməlli başlı tikinti aparmağa. Və beləliklə dəmir yollarının ətrafı zəbt olunur, gedir. İndi bununla ciddi şəkildə mübarizə aparmaq lazımdır. Bunun yaratdığı fəsadlar gələcəkdə dəmir yolu infrastrukturunun inkişafına mane ola bilər. Və mən istəyərdim elə Azərbaycan Dəmir Yollarının nümayəndələri də buradadır. Bax, bu bizə nə problemlər yaradacaq? Bax, belə vəziyyət yaranır. Bax, elə ki, hara baxırıq, çəpərliyə gedirlər. Bəli, çox düzgün gedilirsiniz. Bu günləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sədri cənab Rövşən Rüstəmovun və Mühafizə Departamentinin rəisi cənab Tuşar Quliyevin mühafizə bölmələrinin qarşısında qoyduğu bir nömrəli əsas məsələ, bax, bu problemdir, bu məsələdir. Bununla biz gecə-gündüz inandırır, səmiyyətimizdə ki, gecə-gündüz mübarizə aparırıq. Gecə-gündüz mübarizə aparırıq. Amma təəssüflər olsun, bayaq dediyim kimi, biz bunun qarşısını alırıq. Müəyyən vaxt keçir, tikinti olmur. Mən açıq deyəcəm, elə insanlar var ki, şəhid ailəsi adından istifadə edir. Elə insan var ki, qazilərdən istifadə edir. Amma o sənətdən yox, sizin qaziliyi də yoxdur. Şəhid ailəsi deyil. Amma elə insanlar da bizim o fəxrimiz olan, bizim o qazilərimiz, o şəhid ailələrinin adına xələl gətirirlər həqiqətən. Çox təəssüf olsun. Çox təəssüf olsun. Aslında bunlar qeyd edirlər. Bu bir çox sahələrdə var. Bütün sahə. Bax, indi biz bunu, bu tikili görürsünüz, orada kubiklər töküblər. Artıq orada inşaat materiallarıdır. Müəyyən dayandırmışsınız onu. Məqam axtarırlar ki, onu tiksinlər. Biz elə, bəlkə də qeyd edirdim, elə tikililər var ki, inanın səmiyyətimə, 5 dəfə, 6 dəfə biz onları söküb qoymuş gələ. Dəmir yol polisin dəstəyi ilə. Həqiqətən. Dəmir yol xətt polis bölməsində bizə böyük kömək deyil. Onların dəstəyi ilə bir yerdə. Amma təəssüflər olsun ki, dəmir yolu bilirsiniz, elin bucağı yoxdur, uçsuz bucaqsız yerlərdən keçir. Təəssüflər olsun ki, biz belə hallarla qarşılaşırıq.